Hə, köhnələr. Necədir? Xoşunuza gəlir mənim kreslom? Lap vəzifəli adam kimi özümü hiss elədim, hə? Yaraşır. Hə, düzdür. Bax, indi oturmuşam bir vəzifəli şəxsin kreslosunda. Amma vəzifə o siz fikirləşdiyindən deyil, ha? Yox, ondan deyil. İndi keçək əsas məsələyə. Mənim bir dostum var. 100 ilin dostumuzdur bizim də. Neçə illərdir bir-birimizi tanıyırıq. Yəni özünüz bilirsiniz də mən bu neft-qaz sektorunda canımı qoymuşam. Yəni söhbət gedir dənizdə işləməkdən, BP şirkəti, Magdermut şirkəti, digər və s. Hə, keçək indi lap əsas məsələyə. Mən həmən o dostum özü bir şirkət yaradım. Hal-hazırda da mən onun ofisindəyəm. Düz özdə oturmuşam onun kreslosunda. İndi mən sizə deyim ki, o şirkət, yəni bu şirkət hansı işlərlə məşğuldur. Amma birinci vurğulamaq istəyirəm ki, bu mənim dostum özü də köhnələrdəndir. Köhnələrdəndir, özü də ki, Bakı əhlidir. Yəni çoxsunun beynində belə formalaşıb ki, biz Bakılılar ticarətçi olsaydı, bizim yəni əlimizdən gəlmək ancaq nə bilim göy satmaqdır, ya gedib taksi sürməkdir, ya nə bilim gedib qəssab işləməkdir, amma elə deyil. Bax bu Bakılı, yəni bu şirkətin yiyəsi. Şirkətin də adını bu dəqiqə mən sizə deyəcəm və mən video, yəni ki çarxın üstündə müxtəlif yerlərdə həmin bu şirkətə keçid saytını, yəni onların saytını, onların haqqında bir məlumatı çalışacağım yerləşdirim. Bu TikTok blok eləməsə də. Onu da deyim sizə ki, yəni nə sözünüz olsa mənim də şəxsimə yaza bilərsiniz. Mən o məlumatı birbaşa ünvana ötürəcəm. Getdik indi deyim necə deyərlər? Dalşı. Hə. Şirkətin adı OGS-dir. Şirkətin məşğul olduğu işlər, yəni istiqamətləri təchizatdır. Yəni ağır sənayeyə və yüngül sənaye olan şirkətlərə, təşkilatlara müxtəlif növ avadanlıqların, lazım olan məhsulların, nə bilim, tikinti materiallarının, hər cürdə, yəni nə istəyirsiniz bunlar təchiz edirlər. Özü təchiz edirlər necə? Yəni Bakıdan alıb vermirlər. Ürəyiniz istəyirsə, yəni nəsə belə bir məhsul var ki, hansı ki xaricdədir. Onu xaricdən özləri alırlar, getirirlər Bakıya, keçirdirlər kömrükdən və təchiz edirlər. Onu da deyim ki, bu hələ belə şirkət deyil. Yəni işlədiyi şirkətlər BP, British Petroleum, SOKAR, yəni ki Azərbaycan Dövlət Neft şirkətidir. SOKARın da müəyyən istiqamətləri var da, yəni özünüz bilirsiniz, SOKAR Trading var, SOKAR mənim nə, axır ki bunların hamısı ilə bunlar işləyirlər. Enermex şirkəti, və indi ola bilər çoxunuza bu adlar heç nə demir, amma mən bilirəm ki, mənim izləyicilərimin çoxusu məsələn var da, o qədər var ki, hansı ki məni tanıyırlar məhz neft şirkətindən. Ona görə onlara bu adlar çox şey deyəcək. Sonra yeni bir dənə bizim nəhəng şirkətimiz var, GL. İndi mən deyirəm, başa düşəcək, hansı ki bu dəqiqə Azərbaycanda, yəni yerdən, yəni söhbət gedir qurudan neftin islahatına yeni qədəm qoyublar. Həmən bu GL şirkəti ilə də bu şirkət işləyir, əməkdaşdırlar. Yəni ki, tam arxain, tam əminliklə arxain ola bilərsiniz, sizə lazım olan təchizatı bu şirkət eləyəcək. Onu da mən sizə deyim ki, yəni bugündən həmən bu şirkət mənim kanalımın, yəni Köhnələr kanalının da əsas sponsorlardan biridir. Bu dəqiqədə mən oturmuşam, baxın mənim qardaşımın yerində, onun ofisində, bax, görün mənə necə etibar eləyir. Bax, öz kompüterində qoyub mənim qabağıma, necə deyərlər, oturmuşam və sizə bu şirkət haqqı məlumat verirəm. Hörmətli Bakılılar, hörmətli cancigərlər, yəni sizə neysə bu istiqamətdə hansısa bir məhsullar lazımdırsa, kənd təsərrüfatına aid olan həmçində, üzümü tuturam Məşdağa əhlinə, Bilgəh əhlinə, Türkan əhlinə, Mərdəkan əhlinə, fərqi yoxdur, kim olur olsun və bizi tanıyanlara, məni tanıyanlara, yəni ki tam əminliklə OGS şirkətinə mən yenə deyirəm, yəni sayta keçdim, mən videoda vurğulayacağım. Müraciət eləyə bilərsiniz. Müraciət eləyin və onu da sizə deyim ki,
Əgər, yəni ki, tam belə yaxınlıq istəyirsiniz, tanışlıq istəyirsiniz, mənimlə əlaqə saxlayın, şəxsən mən özüm sizə cavablaşdıraram. Bu qədər qəlbdən qəlbə.